Salam uşaqlar, axşamınız xeyir. Deməli uşaqlar tətildən qaydanda keçəcəyimiz bölmə haqqında, bölmənin mövzuları haqqında dedim biraz sizə. Hər gün qısa videolar atım. Bölməni üçbucaqlarla açacağıq. Üçbucaqlar haqqında keçməyə başlayacağıq. Üçbucağın hissələri haqqında. Bunların adını sizə əvvəlcədən demişdim. Median, tənbülən, hündürlük adları biraz yadınıza gələ bilər. Ümumiyyətlə birinci yuxarı yazmışam. Üçbucaq tərəfləri, bucaqları siz qarışdırırsınız bəzən. Ona görə dedim, qoy sizə deyim. Bunları yadınıza salaq. Baxın, bu işarə üçbucaq işarəsidir. Bu üçbucaq ABC deməkdir. Yanına yazmışam, ABC üçbucağı deməkdir. Bu ilə bu bucaq işarəsini qarışdırmayın. Bu üçbucaq işarəsidir, bu bucaq işarəsidir. Görünür də şəkildə də. İndi üçbucaq ABC, üçbucaq CBA, ACB fərqi yoxdur, onsuz üç təpəsi, üç tərəfi var üçbucağın. Yəni necə siz adlandıra bilərsiniz. Amma ABC deyiriksə, bax 1000 dəfə demişəm sizə. ABC deyiriksə, bucaq götürəndə ortadakini götürürük. Yəni bucaq ABC deyiriksə 70 dərəcə. Çünki bucaq neçə dərəcədir? B bucağı 70 dərəcədir. Və bucaq təpənin içərisində yazılır. Çöldə 70 dərəcə yaza bilmərik biz. İçəridə 70 dərəcə, o bucaqdır 70 dərəcə. Ona görə içəridə yazılır. Yazmışım və yaxud da CBA. Yəni ABC, CBA heç bir fərqi yoxdur. Çünki ortada əsasına gəlməlidir. B gəlməlidir. Aşağıdan yazmışam BAC. Ortada nə gəlib? A gəlib. Burada da nə gəlib? A gəlib. Yəni CAB, BAC fərqi yoxdur. Neçə dərəcədir? 60 dərəcədir. Bu hansı işarə idi? Kongruentlik yəqin. Orada özünüzə dediniz. Bəli, yəni BAC, CAB eyni şeydir. Fərqi yoxdur. O birisi də ACB. Başa düşdünüz yəqin ki, ACB, BCA. İkisində də C ortada gəldiyi üçün bunlar da eynidir, 50 dərəcədir. Yəni bu bucaq işarəti. Mən sizə keçən ildən deyirəm ki, BAC ilə BCA-nı bir-birindən fərqləndir. Çünki hərəsində ortada fərqli ədəd durub. Fərqli hərf durub daha doğrusu. Ortada hansı hərf durubsa, o təpənin bucağını götürürük biz bucaq istəyəndə. Bu oldu bucaqlar. Bir də var üçbucağın tərəfləri. Tərəf isə bu tərəfin üzərində yazılan yer. Tərəfin uzunluğu da, məsələn, bir üçbucaq fiquru var əlimizdə. Bir tərəfini ölçürük 7 santimetrdir. Deməli yazırıq ki, A-dan B-yə qədər olan məsafə 7 santimetr. İndi burada da A-dan B-yə qədər olan məsafə 8 santimetrdir. Ona görə yazıram ki, AB bərabərdir 8 santimetr. BC bərabər 9, AC bərabər 10. Yəni burada qarışdırmağa ehtiyac yoxdur. Siz burada termin əzbərləyən kimi bunu əzbərləməyin. Tərəflər tərəfin üzərində yazılır. Bucaq da bucağın üzərində yazılır. Bucaq burada, bax belə işarə olunur. Burada bucaq, ona görə buraya yazarım ki 50 dərəcə. Yəni bir də normal riyaziyyat həyatınızdan çıxarın. Adi həyatda, gündəlikdə bucağa nə deyirik? O bucaq da orada neçə dərəcə əmələ gətiribsə, odur bucaq. Düz xətt kəsişib neçə dərəcə əmələ gətiribsə, bucaq ona deyilir. İndi burada da CB düz xətti ilə CA düz xətti birləşib 50 dərəcə əmələ gətirib. Deməli, ortasına yazmalıyım 50 dərəcəni. Bunlar belə. İndi biz median, tənbölən, hündürlük haqqında keçməyə başlayacağıq. Bugün sizə median haqqında danışım. Sabah tənbölən, sonra hündürlük haqqında danışaram. Dərsə qədər elə bir bunlara baxın, heç nə demirəm. Nəsə yazın, nəsə öyrənin, ehtiyac yoxdur. Sadəcə baxın bunlara. İstər-istəməz dərsdə keçəndə deyəcəksən, hə, yadınıza düşəcək. Median. Nədir median? Median üçbucağın təpəsini, görürsünüz. Təpə, A təpəsi. Qarşı tərəfin, A təpəsinin qarşısında hansı tərəf durub? BC tərəf. Qarşı tərəfin ortası ilə birləşdirən parçaya deyilir. Gördünüz? Buna deyilir nə? Median. Deməli, bu üçbucaqda median haradır? AM-dir. Deməli, bizim medianımız nədir? AM-dir. Və BC tərəfini yarıya bölüb. O yazmışam burada. Yəni, BM MC-yə nə olacaq? Bərabər olacaq. Buraxışı yazmış. BM MC-yə nə olacaq? Bərabər olacaq. Bax, deyir ki, əgər BC 10 cm-dirsə, yəni buradan bura 10 cm-dirsə, onda bu nə olacaq?
Yarıya böləcək 5, yarıya böləcək 5. Başa düşdünüz də yəqin. Median budur. Qarşı tərəfi yarıya bölün. İndi aşağıda çəkmişəm. Bir üçbucaqda, yəni özünüz də yəqin oradan başa düşdünüz ki, 3 dənə median olan şeydir. Çünki 3 dənə təpəsi, 3 dənə tərəfi var. B təpəsindən bir median çəkilir. A təpəsindən median, C təpəsindən də bir median. Bunlar gəlib hamısı bir nöqtədə kəsişirlər. Bu kəsişmə nöqtəsinə ağırlıq mərkəzi deyilir və J hərfi ilə işarə olunur. Gələcəkdə fizikadan da keçəcəksiniz. Ağırlıq mərkəzidir burası. Bütün hər şeyin ağırlıq mərkəzi var. Üçbucağın da ağırlıq mərkəzi medianların kəsişmə nöqtəsidir. Və görürsünüz yazmışam. BM bərabərdir MC'yə. Yəni buradan buraydan, buradan bura bərabərdir. AQ bərabərdir QC'yə. Buradan bura, buradan bura. Bu deyəcəksiniz, bu xəttlər nədir? Hansı iki tərəf bir-birinə bərabərsə, oraya eyni qədər xətt qoyuram. BM ilə MC bərabər deyə buradan da bir xətt qoymuşam, buna da bir xətt. AD ilə DB bərabər deyə burada iki xətt, burada iki xətt. Burada bir xətt qoysaydım, onda BM ilə MC-yə bərabər olmuş olardı. Ona bir xətt qoya bilmərəm. Görürsünüz, burada 3 xətt qoymuşam, burada 3 xətt qoymuşam. Deməli, AQ ilə QC də bir-birinə bərabər. Yəni, bu riyaziyyatda qısaltma şeylər var. Necə ki, bərabərlik var, kongruentliyin işarəsi var. Həmçinin belə şeylərin də işarəsi var. Bucağın işarəsini bayaq göstərdim. Yəni, belə. Yəni, median budur. Qarşı tərəfi yarıya bölür. İndi bir-iki dənə misala baxaq. Yəni, sizin üçün həll eləməmişəm. Burada sizlə birlikdə həll eləyək. Bura 3'dür, bura 8'in deməyim müəllimə, bura necə 3'dür, bura necə 8'dir, fikir verməmişəm. Belə misal yazmışam özümdən. Bax, görürsünüz, burada da bir xətt var, burada da bir xətt var. Deməli, bura 4-sə, onda burada nə olmalıdır? 4 olmalıdır, çünki mediandır. Heç nə, bizdən də perimetri soruşur. Bura 3, bura 8. Onda bura bütün neçə olacaq? 8 olacaq. Perimetri necə tapıram? 3, üstə gəl 8, üstə gəl 8. O da deyir neçə? 19 santimetr. Başa düşdük? Düşdük məncə. Keçdik ikinci tapşırığa. Deyir, ABC bərabər yanlış bucaqdır. Bərabər yanlış bucaq nə deməkdir? Bura ilə bura. Sizə yazmağı unutmuşam. Bərabər olmalıdır. Onda məsələn, özümdən yazın. Bura 9, bura 9'dur. Bizdən bunu soruşur. Bu AD'ni, bu X soruşur buranın. İndi bura 9, bura 9'sa perimetrində deyir neçədir? 30'dur. Deməli, bura X-sa, burada nə olmalıdır? X olmalıdır. Çünki nədir? Mediandır. Bərabər olur. BD mediansa bunlar bərabər olur. Heç nə yazıram. 9, üstə gəl 9, üstə gəl. X üstə gəl X. Yəni, bura 2X da bütün. Bərabər perimetri neçədir? 30. 18 üstə gəl 2X bərabərdir 30. 2X bərabərdir 12. X də bərabərdir neçə? 6. Deməli, bura neçəymiş? 6'ymış. Şimdi bizdən də AD'ni soruşur. Deməli, cavab nə olacaq? 6 santimetr. Burada 9'ları yazmağı unutmuşdum. Başa düşdünüz yəqin ki. Üçüncü tapşırıq. Deyir ki, perimetri tap. Perimetr ABC bu arada belə işarə olunur. P aşağısında ABC. Başqa sən MNQ üçbucaq olsaydı yazardım P, MNQ. Burada göz 2 xətt var. 2 xətt var. Deməli, bura ilə bura bərabər. Burada 4 ise burada nə olacaq? 4. Burada da bir xətt var. Burada da bir xətt var. Deməli, bu da mediandır. Bura 3 ise burada nə olacaq? 3. Bu B'dən, məsələn, bura Q olsun. Mediansa, bura 3 ise burada 3 olacaq. Bu da olsun A'dan N'ya qədər. Mediansa, burada 4 ise burada 4 olacaq. Heç nə. Perimetri bərabərdir. 7. Üstə gəl. Bura neçə elədi? 8. Üstə gəl. Bura neçədir? 6. O da eləyir. Neçə eləyir? 21 santimetr. Bu qədər. Başa düşdük. Məncə başa düşdük. Median budur. Heç nə. Sabah da tənbələn atacağım müəllimə. Buna baxın hələ ki.